Novruz bayramının ilaxır çərşənbəsi Şuşa şəhərində böyük təntənə ilə qeyd edilib. Şəhər sakinləri bayram tonqal ətrafında toplaşıblar. Novruzun atributları hesab olunan keçəl, kosa və bahar qızının təqdim etdikləri kompozisiyalar bayram əhval-ruhiyyəsini daha da rəngarəng edib. Həqiqətən qürur vericidir. Bugün hər birimiz öz doğma torpağımızda gözəl Novruz bayramını qarşılayırıq. Hər birimiz bir Şuşalı olaraq, bir Qarabağlı olaraq bugünü fəxrlə yaşayırıq. Çox qürur verici bir histir. Yəni burada azad Qarabağımızda, azad Şuşamızda mən bu Novruz bayramını keçirməyim mənim üçün böyük bir fəxr hissidir. Bugünümüzə çox şükür. Neçə 32 ildən sonra gəldi Şuşaya gəldi, qovuşduq. Bütün şəhidlərə Allah da qəni-qəni rəhmət eləsin.